Frazeoloji birləşmələrin özünə məxsus xüsusiyyətləri var. Görək hansı xüsusiyyətlərdir? Birinci, frazeoloji birləşmənin özünə məxsus olan xüsusiyyəti odur ki, frazeoloji birləşmələr məcazi mənalı söz birləşmələridir. Burada həqiqi mənadan söhbət gedə bilməz. Yalnız məcazi mənalı söz birləşmələridir. İkinci, frazeoloji birləşmələr cümlə daxilində heç bir zaman ayrılmır və cümlənin bütöv bir üzvü olur. Üçüncü, frazeoloji birləşmələrdə qeyd elədiyim kimi həqiqilikdən söhbət gedə bilməz. Dördüncü, frazeoloji birləşmələr həm homonim olurlar, həm sinonim olurlar, həm də antonim olurlar. Frazeolojinin homonimi də, sinonimi də, antonimi də frazeoloji birləşmə olmalıdır. Məsələn, deyirəm ki, uşaqlar, soyuqdan burnumun ucu göynüyür. Sizcə bu frazeoloji birləşmə olar, yoxsa yox? Çölə çıxmışam, deyirəm ki, soyuqdan burnumun ucu göynüyür. Yox, frazeoloji deyil. Bu nədir? Həqiqi mənadır. Mən də dedim ki, sizə frazeolojidə həqiqi mənadan söhbət gedə bilməz. Bir də deyirəm ki, Ayşəqla səndən ötürü burnumun ucu göynüyür. Bu artıq nədir? Darıxmaq mənasında olur. Deməli, bu olur frazeoloji birləşmə. Deyirəm ki, bəs sizə validə, dərsdə dil ötmə. Bu nədir? Frazeoloji birləşmədir. Bunun da əksini deyirəm ki, Nərimin dərsdə ağzına su alıb oturmuş. Bu olur antonim frazeoloji birləşmələr. Dedik ki, frazeoloji birləşmələr hər zaman necə söz birləşmələridir? Məcazi mənalı söz birləşmələridir və onların qarşılığı homonimi də, sinonimi də, antonimi də hər zaman frazeoloji birləşmə olur.